kimi hər birimiz uşaqlarımızın sağlam, uğurlu böyüməsi üçün əlimizdən gələni edirik. İlk növbədə fikir verdiyimiz isə uşaqların akademik həyatlarında uğurlu olmaqları, yaxşı təhsil almaqları, bir sözlə yaxşı oxumaqlarıdır. Bunun üçün uşaqlara məktəbdə olan dərslər, eyni zamanda məktəbdən kənar hazırlıqlar kömək edir. Bu isə bildiyimiz kimi uşaqlarımızı çox yüklüyür dərslərlə. Və yorulub evə gələn uşaqlar isə dincəlməyi ancaq telefon və planşetlərdə vaxt keçirməkdə görürlər. Və nəzərə alsaq ki, bəzən məktəbə hazırlığa uşaqlarımızı maşından aparıb gətiririk. Bu zaman hərəkətsizliyin dərəcəsi də çoxalmış olur. Əziz valideynlər, araşdırmalara əsasən uşaqlarımızın idmanla məşğul olması, fiziki aktivliyi təkcə onların fiziki inkişafına deyil, eyni zamanda zehni inkişafına da təsir göstərərək onların təhsildə uğurlu olmasına, dərslərini yaxşı qavramasına və daha yaxşı dərs nailiyyətləri əldə etməsinə də kömək edir. Çox yox, həftədə 2 dəfə idmana gələn uşaqlarda digər uşaqlarla müqayisədə dərslərdə uğurlu olma ehtimalı 3 dəfəyə qədər yüksəlir. Odur ki, Medical Center reabilitasiya şöbəmiz idman reabilitasiyası ilə sizin xidmətinizdədir. Uşaqlarınızın sağlam gələcəyi üçün indidən yatırım etməyi unutmayın.